Müsahibimiz Xankəndi Futbol Klubunun yarım müdafiəçisi Emin Quliyevdir. Emin, səni də təbrik edirəm. Komanda bugün Azərbaycan Kubokunda debüt etdi və 0-1 geridə olmasına baxmayaraq geri dönüş edərək 2-1 hesabı ilə qələbə qazandı. Komandanın oyununu üzərində şərh edir. Birincisi təbrikə görə minnətdarlığımı bildirirəm. Gərgin oyun keçdi, amma ona baxmayaraq biz geri dönüş eləməyi bacardıq və xarakter göstərdik. Qarşıdakı Qaradağ Lökvatan maçına hazırlaşırıq. Bu oyun geridə qaldı. İnşallah ki, o maça da yüksək səviyyədə hazırlaşıb qələbə qazanmağa fikirləşirik. 2 dənə fərqli hissə izlədik bugün. Birinci hissə ilə ikinci hissə. Yəni, fasilədə sizə məşqçilər korpusu nə tapşırıqlar verdi, nə bildik ki, ikinci hissədə dəyişikliklər də baş verdi və komandanın oyunu dəyişdi, sanki planlandı. Amma sona qədər əzmkar oyunu nümayiş etdirib, yəni 2 gol vurub qələbə qazandınız, bu haqda deyərdiniz. Birinci hissə biraz oyunumuzu tuta bilmədik, o da normaldır, hava şəraiti, otortuyu. Amma ona baxmayaraq məşqçilərin tapşırığı və oyuncuların dəyişikliyi ikinci hissə toparlandıq və öz oyunumuzu tutduq, qolları vaxtında vurduq, oyunu qələbə ilə başa vurduq. Buldu, təşəkkür edirəm sənə də komandana da, həm kubokda, həm çempionatda uğurlar. Sağ olun.